Dizel farsunkanın təmiri mi, yoxsa gedib el arasında bildiyimiz ölüxana dediyimiz yerlərdən dizel farsunka almaq mı? Bir sürücü əziyyət çəkəndə daha çox hansına üstünlük verir Nizami usta? Yox, bizdə ən çox ölxanaya meyl çoxdur, açıq deyim. Səbəbi nədir? Çox maraqlı bir şeydir ki, mən qalıram, hərdən baxıram, Allah and olsun, deyirəm, ay qardaş, belə bir şey mi olar? Yəni ki, ölxana ilə bizim aramızda cəmi ki, mən 10 manat, 20 manat, maksimum 30 manat fərqimiz var da. Sən deyir ki, ilə üstdən çıxmalıram da. Bizim nətədir? O istismar müddəti. Çox qəribədir. O farsunka bir alışma prosesində 4 dəfə sikl verir məsələn. Gör bu indiyəcən bu 10 ildə, 5 ildə, 7 ildə gör bu nə qədər o istismar müddəti olub. Orada pozisiyalar dəyişir, ölçü dəyişir, hamısı olur. Əgər bu yeni qoyulursa iynəsidir, valfidir, yəni sistem olur. Yəni yeni olur da əslində farsunka. Olur elə bir sıfır farsunka. İnan Elnur bəy, Amma o qədər niyə də? mükəmməl olur ki. İnamsızlıq var da onda, hə usta? Oğlum, nə yəni inamsızlığı yığdığınız dedi? farsunkalara güvənmir də sürücü ki, mən gedim Almanın zavodundan, yəni Alman avtomobil üzərindən ölüxanada gedim onu götürüm, açım, bağlayım. Bu zavod yığdığı farsunkadır. Ona daha çox inanır, amma sizin yığdığınıza inanmır. Başqa nə orada bir var məna orada? yox. Bir də Problem- qiymət 5-10 manat da ona bəlkə də böyük görsənir sürücüyə. Olmaz. Valla o 5-10 manata görə edilən hərəkət yanlışdır.